Herkese salam. Bu günləri də sizlərlə birlikdə Kaspi Test Bankından düz xətli bərabər sürətli və dəyişən sürətli hərəkət bölməsindən qalan testlərimizlə davam edirik. 51-ci sualdan davam edək. Deməli, yerdəyişmənin proyeksiyası zaman qrafiki paraboladır. Sürətin proyeksiyasının qrafiki hansı olacaqdır? Biz sürət zaman qrafikini qurmaq üçün deməli, yerdəyişmə zaman qrafikinə istinad etməliyik. Əvvəlcə, təbii ki, bu hərəkətin necə hərəkət olduğunu müəyyənləşdirmək lazımdır. Ümumiyyətlə, bir şey yadınızda saxlayın ki, yerdəyişmə zaman qrafiki və koordinat zaman qrafiki bunlar eyni qrafiklərdir. Biz ona görə də bu yerdəyişmənin yerinə rahat bir şəkildə x yaza bilərik. Deməli, bunu götürək x edək. Yəni, bunlar qrafik olaraq eynidir. Sadəcə olaraq bunların tənlikləri bir-birindən fərqli olacaq. SX-in tənliyində əlavə bir dənə x0, yəni başlanğıc koordinat əlavə etməklə biz x-in tənliyini qura bilirik. Ona görə də rahatlıqla x-in t-dən asılı qrafiki kimi bunu qəbul edə bilərsiniz. Və yaxşı olar ki, bu qrafiki iki hissəyə ayıraq təpə nöqtədən. Bir təpə nöqtəyə qədər olan hissə, bir də təpə nöqtədən sonraki hissə. Və biz demişik ki, x-in t-dən asılılıq qrafikini rahat bir şəkildə koordinat başlanğıcına sürüşdürərək hərəkətin necə bir hərəkət olduğunu müəyyənləşdirə bilərik. Hərəkətin birinci hissəsində biz baxırıq ki, cisim x oxu istiqamətində bərabər yavaşlayan hərəkət etmişdir. Ona görə də bizim qrafikimiz t oxundan yuxarıda başlamalıdır. Qrafikimiz ona görə D variantındakı kimi və yaxud da B variantındakı kimi olmayacaq. X oxu istiqamətində yavaşlayan bir qrafik olmalıdır. C variantına da baxıram ki, C variantında ümumiyyətlə yavaşlayan qrafik anlayışı yoxdur burada. Cisim V0 bərabər 0-dan hərəkətə başlayıb. Biz də bilirik ki, başlanğıc sürəti olmayan hərəkət ancaq və ancaq yeyinləşən hərəkət ola bilər. Ona görə də C variantını da atırıq bir kənara. Qalır A və Y variantlarımız. Daha sonra isə hərəkətin ikinci hissəsinə baxırıq. Hərəkətin ikinci hissəsinin qrafikini ayrılıqda çəksək biz, bu cür, deməli, x-in t-dən asılılıq qrafikini qursaq, bu hissəni, baxın, bu hissəni gətirib sürüşdürürəm koordinat başlanğıcına. Fikir verirsinizsə, burada artıq bizim qrafikimiz t oxundan aşağıda oldu. Biz də bilirik ki, t oxundan aşağıda hərəkət x oxunun əksi istiqamətində baş verir. X oxunun əksi istiqamətində özü də yeyinləşən hərəkət olur. Deməli, hərəkətimizin birinci hissəsi x oxu istiqamətdə yavaşlayan, ikinci hissəmiz isə x oxu əksinə yeyinləşəndir. Ona görə də uyğun cavabımız olur A variantı. A variantında da baxırsınız ki, x oxu istiqamətində yavaşlayıb, daha sonra isə ikinci hissədə x oxunun əksinə yeyinləşib. Ona görə də uyğun cavabımız olacaq A variantı. Daha sonra keçirik 52-ci suala. 52-ci sualımızda isə bizə deyir ki, koordinat tənliyi bu şəkildə verilmiş cismin hərəkət istiqaməti neçə saniyədən sonra əksinə dəyişər? Hərəkət istiqamətini dəyişmək üçün, ümumiyyətlə yoldaşlar, yadınızda saxlayın ki, bir cisim hərəkət istiqamətini dəyişirsə, bu o vaxtı baş verə bilər ki, cisim öz sürətini sıfırlasın və əks istiqamətdə başlasın hərəkət etməyə. Deməli, bizim hərəkətimiz, biz baxmalıyıq ki, görək, bu hərəkət zamanı bizim cisimimizin sürəti nə vaxt sıfır olub? Yəni, cisim nə vaxt dayanıb? Biz bunu müəyyənləşdirməliyik. Bunu da müəyyənləşdirmək üçün biz təbii ki, sürət tənliyini çıxartmalıyıq. Bizim verilmiş bu tənlikdən biz bilirik ki, x-in törəməsi bizə nəyi verəcək? Sürəti verəcək. Ona görə də biz buradan törəmə tapsaq, 8t-nin törəməsi 8, çıxılsın, t kvadratın törəməsi 2t, 6-nın da törəməsi bilirik ki, sabit ədədin törəməsi 0-dır. Ona görə onu yazmayacağım. Deməli, bizim V-nin tənliyi oldu 8, çıxılsın 2t. İndi mən dedik axı ki, hərəkət istiqamətini dəyişmək üçün cisim dayanmalıdır. Onda cisim dayanırsa son sürəti 0 olur. Bu tənliyi mən bərabər edirəm 0-a. Buradan tapıram ki, t 4-dür. Deməli, cisim 4 saniyədən sonra öz istiqamətini əksinə dəyişir. Hətta bunu biz qrafikini də qura bilərik. V-nin t-dən asılılıq qrafiki. Başlanğıc sürətim mənfi 2-dir. Onda mən, baxın, buradan aşağıdan mənfi 2-ni qeyd edirəm. Gəlir, cisim x oxunun əksi istiqamətində yavaşlayır. Baxın, burada olur 4 saniyə. Daha sonra isə əks istiqamətdə yeyinləşəcək. Yəni, 4 saniyədən sonra cisim öz hərəkət istiqamətini x oxu istiqamətinə doğru nə edəcək? Çevirmiş olacaq. Baxırıq 53-cü suala. 53-cü sualımızda isə deyir ki, hərəkət tənliyi şəkildə verilmiş cismin başlanğıc sürətini və təcrübənin proyeksiyasını müəyyənləşdirin. Biz ilk baxışdan da bunu edə bilərik. Lakin daha dəqiq bir cavab almamız üçün biz bu x-in tənliyindən ən yaxşısı törəmə taparaq v-nin tənliyini çıxartmaqdır.
X-in törənməsi bizə verir V-ni. V-nin tənliyi isə 4 çıxılsın 2T olur. Bu ifadənin törənməsi 4 çıxılsın 2T olur. Biz V-dən törəmə tapıb A-nı təyin edə bilərik. A-mızın isə qiyməti olur nə qədər? -2. Bizdən nəyi soruşur? Proyeksiyaları. Proyeksiyanı soruşduğu üçün işarəni də nəzərə alacağıq. Deməli, elə bu onsuz da Vx-dir, bu da Ax-dir də, düz deyilmi? Onda biz deyə bilərik ki, Ax-imiz -2-dir, Vx-imiz isə deməli, o da -2-yə, daha doğrusu Vx-imiz isə 4-ə bərabərdir. Burada 4-dür V0x-imiz, Ax-imiz isə -2-dir. 4 -2 uyğun cavabımız olur Y variantı. 54-cü sualla davam edək. Deyir, sürətin proyeksiyası qrafiki verilmişdir. Təcilin proyeksiya qrafikini müəyyənləşdirin. Biz hərəkətə baxırıq. Hərəkətimiz, fikir verirsinizsə, X oxunun istiqamətində yavaşlayan hərəkətdir. X oxu istiqamətdə yavaşlayan hərəkət deyirsə, deməli, bizim V-miz müsbətdir, A-mız isə nədir? Mənfidir, yəni 0-dan kiçikdir. Ona görə biz qrafiklərdən A-nı, B-ni və Y ümumiyyətlə ola bilməz. Y dəyişən təcillidir. Ona görə Y də gedir. Qalır C ilə D variantı. İndi mənə nə deyir? Təcindir proyeksiyasını tapın. Proyeksiya deyəndə mən AX bərabərdir. V çıx V0 böl T-dən Vx minus V0 X bölünsün T bərabərdir. Son sürətim, fikir verirsinizsə, 2 saniyədən sonra 0 olub. 0 çıxılsın, başlanğıc sürət 2 bölünsün, zamanımız da 2-dir. Eləyir -1. Deməli, sürətimiz -1, daha doğrusu təcilimiz -1-dir. O da C variantına uyğun gəlir. 55-ci suala baxaq. Deyir, təcilin proyeksiyasının qrafiki verilmişdir. V0 2 metr bölünsün saniyə başlanğıc sürətlə hərəkət edən cismin sürətinin proyeksiya qrafiki nəyə bərabərdir? Ümumiyyətlə, yoldaşlar, bir şey yadınızda saxlayın ki, əgər bizə təcil zaman qrafiki verilibsə, təcil zaman qrafikində qrafikin əmələ gətirdiyi fiqurun sahəsi ədədi qiymətcə bizə sürət dəyişməsini verəcək. Ona görə mən, baxın, burada əmələ gələn ki, bu düzbucaqlı var. Bu düzbucaqlının sahəsindən mən delta V-ni tapa bilərəm. Bizim S fiqur bərabərdir delta V-yə. Bu da nə qədərdir? Eni 2-dir, daha doğrusu uzunluğu 2-dir, eni də -1-dir. Bu bizə verəcək -2. Deməli, bizim sürət dəyişməmiz -2-yə bərabərdir. Digər tərəfdən mənə başlanğıc sürətin proyeksiyasını verib. Onda mən nə yaza bilərəm? Deməli, delta V bərabərdir. Belə yazaq. Delta V X yazaq. Çünki proyeksiyadan işləyirik biz burada. Vx minus V0x. Deməli, bu bizə -2-dir, bərabərdir. Bizdən nəyi soruşur? Sürətin proyeksiyasını soruşur. Yəni, Vx-i soruşur. Minus nə qədər? 2. Vx-i də buradan tapırıq ki, Vx-imiz deməli, olur 0. Vx-imiz olur 0. Yəni, son sürətimiz 0-dır. Son sürətimiz 0-dırsa, demək ki, bizim cisim yavaşlayan hərəkət edib. Ona görə də özdəki necə yavaşlayır? Deməli, sürət müsbətdir, təcil mənfidir. Onda X oxu istiqamətdə yavaşlayan qrafikdir. O da nə qədər zamandan sonra yavaşlayıb? Deməli, baxırıq ki, X oxu istiqamətdə yavaşlayan ancaq bizdə başlanğıc sürətimiz var axı 2-dir. Ona görə Y variantı gedir. B variantı yeyinləşən hərəkətdir. A variantı düzxətli bərabər sürətli hərəkətdir. D variantı isə burada baxırsınız ki, hansı zaman anında yavaşlayıb? Biz təbii ki, bunu da müəyyənləşdirməliyik. Bunun üçün də mən nə edirəm? Vx bərabərdir V0x belə yazaq ki, minus AT. Bunu da müəyyənləşdirmək üçün gətirək belə eləyək. 0 bərabərdir. V0-ımız 2-dir. 2 minus A-mız da ki, -1-dir. Üstə gəlsin T. T də bərabər, minus T daha doğrusu. T də bərabərdir 2 saniyə. Deməli, 2 saniyədən sonra yavaşlayıbdır. Uyğun gəlir D variantı. Amma elə qrafikada baxıb görə bilərdik ki, bu 2 saniyə müddətdə hərəkətdə olubdur da. Ona görə elə buradan da götürə bilərdik. Ya yenə də bu şəkildə də yazıb həll etmiş oldum. 56-ya baxırıq. 56-da deyir ki, gedilən yol bu şəkildə düsturundan verilibdir. T bərabər 2 saniyə müddətində orta sürəti müəyyənləşdirin. Orta sürəti tapmaq üçün biz bilirik ki, cismin getdiyi yola görə yəqin ki, orta sürəti tapmağı soruşur bizdən. Gətirib zaman müddətini yerinə qoyuram. Mən yolu tapıram. L bərabərdir.
Aha. L bərabərdir. Deməli 2-ni qoyuram yerinə. 2 üzərinə gəlinsin. 2 vurulsun. 2-nin kvadratı 4. Bərabərdir. Bura bizə verir 10. 10 metr. Deməli yolumuz 10-dur. Orta sürəti tapanda V orta bərabərdir. L bölünsün T-dən. 10 bölü 2 eləyir 5 metr bölünsün saniyə. Olur A variantı. 57-yə baxaq. Aha, 57 aşağıda qalıb. Bir dəqiqə. Aha. Burada bizə nə deyir? 57-də isə deyir ki, yer dəyişmənin tənliyini verib. Yenə yer dəyişməyə görə orta sürəti soruşur. Sx bərabərdir. Gətirib qoyuram yerinə. 4 vurulsun 2, çıxılsın. 2-nin kvadratı 4. Bura bizə verir 4 metr. V orta da bərabərdir. 4 bölək 2-dən eləyəcək 2 metr böl saniyə. Cavab olur C variantı. Keçirik 58-ci suala. Bizə 58-ci sualda yola görə orta sürəti soruşur. Eyni məsələdir. Sadəcə olaraq burada yola görə orta sürəti soruşur. Deməli, buradan yaza bilərik nə? S bərabərdir. Yolumuzu tapsaq, 4 vurulsun 2, çıxılsın 2-nin kvadratı 4. Deməli, burada eləyir yenə 4 metr. V orta bərabərdir. 4 bölünsün 2-dən eləyir 2 metr bölünsün saniyə. Olur A variantı. Daha sonra 59-cu sualla davam edək. Sürətin proyeksiyasının zamandan asılılıq qrafiki verilib, təcilin proyeksiyasının zamandan asılılıq grafikini tapır. Deməli, bizə burada fikir verirsinizsə, hərəkətimiz birinci halda x oxu əksinə yeyinləşəndir. X oxu əksinə yeyinləşəndirsə, deməli, burada təcil müsbət, sürət isə mənfidir. İkinci halda isə cisim x oxunun əksinə yavaşıyıb. Deməli, x oxu əksə yavaşıyıbsa, onda bizim sürətimiz mənfi, təcilimiz müsbət. Burada üzr istəyirəm. Burada mən səhvə yol verdim. Deməli, x oxunun əksinə yeyinləşirsə, onda sürət mənfidirsə, təcilimiz də olmalıdır nə? Mənfi. Mən burada səhvə yol verdim. Bunu düzəldək. Aha. Deməli, birinci hissəmizdə təcil mənfi, ikinci hissəmizdə isə təcilimiz müsbətdir. 1-dən mənfi, 2-dən müsbət olur. Baxın, burada qeyd olunubdur. Y variantında olduğu kimi. 60-cı suala baxırıq. 60-cı sualımızda isə bizə yenə deyir ki, təcilin zamandan asılılıq grafikini qurun. Grafikin birinci hissəsi x oxu əksinə yavaşayandır. V-si mənfidir, A-sı müsbətdir. İkinci hissə isə x oxu istiqamətdə yeyinləşəndir. V-si müsbətdir, yeyinləşir deyə A-sı da müsbət olmalıdır. Deməli, hər iki halda bizim təcilimiz müsbətdir. Ona görə də T oxundan yuxarıda sabit bir qrafik olacaq A variantında olduğu kimi. 61-ci sual. Deməli, təcilin proyeksiyasının zamandan asılılıq grafikinə görə hansı fiziki kəmiyyəti təyin etmək olar? Bayaqlar mən qeyd etdim ki, A-nın T-dən asılılıq grafikində qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi ədədi qiymətcə sürət dəyişməsinə bərabərdir. Bu fiqurun sahəsini tapmaqla mən sürət dəyişməsini və yaxud da sürətin proyeksiyasının dəyişməsini təyin edə bilərəm. Sürət proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı fiziki kəmiyyəti təyin etmək olar? Baxın, bizdə burada bu fiqurun sahəsini mən təyin etsəm, mən gedilən yolu, yer dəyişməni tapa bilərəm. Digər tərəfdən isə A bərabərdir V minus V0 bölünsün T ifadəsinə əsasən isə mən təcili təyin edə bilərəm. Deməli, həm təcili, həm yer dəyişməni, həm də gedilən yolu bu əsasla mən tapa bilərəm. 63-cü suala baxırıq. 63-cü sualda deyir ki, cismin hərəkət təcilinin zamandan asılılıq qrafiki verilmişdir. Hansı anda onun sürətinin proyeksiyası ən kiçikdir? Bayaqki məsələdə biz dedik ki, A-nın T-dən asılılıq grafikində qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi ədədi qiymətcə sürətin dəyişməsinə bərabərdir. Məndən soruşur ki, onun sürətinin proyeksiyası ən kiçik olsun. Sürət dəyişməsi delta V, V çıxılsın V0-a bərabərdir. Sürətin proyeksiyasının ən kiçik olması üçün V bərabər olmalıdır. Delta V üstə gəlinsin V0. İndi fikir verin. Delta V bizdə nədir? Sahədir.
Mən ən kiçik qiyməti axtarıramsa, deməli burada sahənin qiyməti ən kiçik olmalıdır. Ən kiçik sahə isə 0 T1 arasına. Yəni baxın bu hissəyə düşür. Bu hissənin sahəsi ən kiçik olduğuna görə düzgün cavab variantı olur T1. 64-ə baxırıq. 64-də deyir ki, cismin hərəkət təcilinin zamanı asılıq qrafiki verilmişdir. Hansı halda sürətin proyeksiyası ən böyükdür? Yenə deyirik ki, cismin təcilinin zamandan asılıq qrafikində qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi ədədi qiymətcə sürət dəyişməsinə bərabərdir. Bizim burada sürət dəyişməmiz T oxundan aşağıda olduğu üçün mənfi qiymət alacaqdır. Yəni, delta V bərabərdir V çıxılsın V sıfırdır. Amma delta V'nin ifadəsi burada mənfidir. Mən V'ni tapsam, V olur V0 çıxılsın delta V'yə bərabər olur. Deməli, mən sürətin proyeksiyasının ən böyük qiymətini almaq üçün bu sahənin qiyməti bizdə ən kiçik olmalıdır ki, qarşıdakı bu mənfi işarəsinə görə V'nin qiyməti ən böyük olsun. Onda yenə ən kiçik sahə, baxıram ki, T1 halında olacaqdır. Ona görə uyğun cavab olur Y variantı. 65-ci suala baxırıq. 65-ci sualda bizə deyir ki, sükunət vəziyyətindən 8 metr bölünsün saniyə kvadratı təcillə hərəkətə başlayan cismin 8-ci saniyədə getdiyi yol 3-cü saniyədə getdiyi yoldan neçə metr çoxdur? Bunu müəyyənləşdirmək üçün n-ci saniyədəki yer dəyişmə düsturundan istifadə edəcəyik. Bizə deyir ki, sükunət vəziyyətindən, yəni V0-ımız 0-a bərabərdir. Onda Sn bərabərdir A bölünmüş 2, 2n çıxılsın 1 ifadəsindən istifadə edəcəyik. Gətirib burada birində deməli n-in yerinə 8, digərində isə 3 qoyacağıq. Yazırıq ki, S8 bərabərdir. A-mızı verib 8. 8 bölünmüş 2, 2 vurulsun 8 çıxılsın 1, 4 vurulsun 15, bura eləyəcək 60. S3 bərabərdir. 8 bölünsün 2. 2 vur 3 çıxılsın 1. Yenə 4 vurulsun 5. Eləyəcək 20. Deməli, burada 60 metr, digər isə 20 metrdir. Bir-birlərindən 40 metr fərqlənirlər. 66-cı suala baxırıq. Sürətin modulunun zamanın asılıq qrafikinə əsasən 5 saniyə ərzində gedilən yolu müəyyənləşdirin. Demişik ki, V-nin T-dən asılıq qrafikində qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi ədədi qiymətcə yola yaxud da yer dəyişməyə bərabərdir. Bizim fiqurumuz isə burada görürsünüz ki, bir dənə düzbucaqlı üçbucaqdır. Bu düzbucaqlı üçbucağın sahəsi bizə yolu və yaxud da yer dəyişməni verir. Bizdən yolu soruşur. Onda S fiqur bərabərdir L-ə. Buradan L bərabər olur. 20 vurulsun 5 bölünsün 2. Yəni düzbucaqlı üçbucağın sahə düsturu əsasında tapırıq ki, cisim 50 metr yol getmişdir. 67-ci suala baxaq. Sürəti V bərabərdir 2 plus 3T şəklində verilmiş cismin bərabər yeniləşən hərəkətə başlayandan sonra 10 metr yol getməsi üçün nə qədər zaman lazımdır? Bu məsələyə gəlin belə yanaşaq. Biz birinci bilməliyik ki, bizim cisimimizin həmin zaman müddətindəki son sürəti nə qədər olub? Yəni, cisim hansı sürətə qədər yeyinləşib, belə deyək. Bunun üçün də S bərabərdir. V kvadratı çıxılsın V0 kvadratı bölünsün 2A. Bu ifadədən istifadə edək. Bizdə A var. A-mız məlumdur. A-mız 3, V0-ımız 2. Gedilən yolumuz isə 10 metrdir. Yerinə qoysaq 10 bərabərdir. V kvadrat axtarırıq. Çıxılsın. V0-ın yerinə 2, 2-nin kvadratı 4 bölünsün. 2 vurulsun 3-dən eləyəcək aşağıda 6. Deməli, buranı da yazsaq 6. Buradan V kvadratı tapsaq, V kvadrat eləyəcək 64. V-miz isə eləyəcək 8 metr bölünsün saniyə. Deməli, bizim cisim bu axtardığımız zaman müddətində sürətini 2-dən 8-ə qədər dəyişib. Onda nə qədər vaxt tələb olunur? Deməli, gətirib bu ifadədə müvafiq verilənləri yerinə yazacağıq. Deməli, 8 bərabərdir. 2 üstə gəlsin 3T. Buradan 3T-miz 6-ya, T-miz isə 2 saniyəyə bərabərdir. Deməli, cisim 2 saniyə ərzində 10 metr yol gedib bərabər yeniləşən hərəkət etdiyi müddət ərzində. Deməli, bu məsələdə S bərabərdir V0T plus AT kvadratı bölünsün 2 ifadəsinə əsasən gəlin buradan V0-ı təyin edək. Bizim S-imiz var 600, zamanımız var 20. Gətirək yerinə qoyaq. 600 bərabərdir.
20V0. A'mız da var da burada. Tənlikdən götürsək 2. 2 vurulsun. T'miz 20'dir, yəni 400. 400 bölünsün 2. 2'lər gedər. 400 keçər bu bir tərəfə. Olar 600 çıxılsın 400, 200. 20V0 bərabərdir 200'ə. Buradan V0'ı tapsaq, V0'ımız eləyir 10. 10 metr bölünsün saniyə. Deməli, başlanğıc sürətimizin qiyməti 10 metr bölünsün saniyəyə bərabərdir. 69-cu məsələyə baxaq. 69-cu məsələdə isə deyir ki, sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan cismin ikinci saniyədə 18 metr yol getmişdir. Bu cismin təcilinin qiymətini hesablayın. Gəlin belə eləyək. Bizə ikinci saniyədə yer dəyişməni verib. Deyir 18 metr yol gedibdir. Onda biz deməli n-ci saniyədə yer dəyişmə düsturundan istifadə edə bilərik. Sükunət vəziyyəti deyir. Sükunət vəziyyəti olduğu üçün V0'ımız 0'dır. Gətirib yerinə yazaq. Sn bərabərdir. A böl 2 2n minus 1. S2 bərabərdir. Məndən nəyi soruşur? Təcili. A bölünsün 2. 2 vurulsun 2 minus 1. Bu da bərabərdir nəyə? 18'ə. Buradan bu mötərizənin içi bizə verəcək 3. 3A böl 2 bərabər 18. Buradan A-nı tapsaq, A eləyir 12 metr bölünsün saniyənin kvadratı. B variantı. Sonra keçirik 70'ə. 70'də bizə deyir ki, yer dəyişməsi 20t minus 5t kvadrat tənliyi ilə verilmiş cismin sürəti neçə saniyədən sonra 0'a bərabər olar? Biz bilməliyik ki, bizim yer dəyişmədir, koordinatdır. Biz bunlardan törəmə alsaq, rahatlıqla V-nin tənliyini müəyyənləşdirə bilərik. Gəlin verilmiş tənlikdən, yəni yer dəyişmə tənliyindən törəmə tapaq. V bərabərdir Sx-in törəməsi. 20t çıxılsın 5t'nin kvadratı. Bunların törəməsi bərabərdir. 20t'nin törəməsi mənə 20 verir. 5t kvadratın törəməsi də verir 10t. Və mənə nə deyir? Deyir, neçə saniyədən sonra sürəti 0 olar. Yəni, son sürəti 0 olar. Deməli, baxıram tənlikdən də görürəm ki, bu cisim yavaşlayıb. Yavaşlayıbsa, deməli, son sürəti nə vaxtsa 0'a bərabər olmalıdır. Ona görə 20 çıxılsın 10t tənliyini mən 0'a bərabərləşdirirəm. Buradan t'ni tapıram ki, t 2 saniyədir. Deməli, cisim 2 saniyədən sonra öz sürətini 0'a bərabər edəcək. Keçirəm 71-ci suala. 71-də isə bizə deyir ki, düzxətli bərabər təcilli hərəkət edən cismin axırıncı 10 saniyə ərzində 100 metr yol getdiyi məlumdursa və dayanırsa, cismin modulu nəyə, daha doğrusu təcilinin modulu nəyə bərabərdir? Bizə deyir ki, cisim yavaşlayan hərəkət edib və axırıncı 10 saniyə ərzində 100 metr yol gedib və dayanıb. Gəlin belə edək. Deməli, gəlin belə eləyək. Biz bir qrafik quraq. Bu qrafiklə məsələni həll etməyə çalışaq. 10 saniyə ərzində deyir 100 metr yol gedibdir. Deməli, bu cisim dayanıbdır. Dayanıbsa, deməli, mənim qrafikim yavaşlayan qrafik olmalıdır. Bura 10 saniyə. Burada bir V0 qiyməti olsun. Və bu, biz bilirik ki, V-nin T-dən asılılıq qrafikində bu qrafikin əmələ gətirdiyi fiqur, yəni bu fiqur düz bucaqlı üç bucağın sahəsi bizə 100 metr verməlidir. Çünki sahə bizə gedilən yolu verir. Onda mən burada yazıram V0 vurulsun 10, bölünsün 2, bərabərdir 100'ə. Buradan V0'ı tapıram ki, V0'ım 20'dir. 20 metr bölünsün saniyədir. Təcili də tapanda A bərabərdir V minus V0 bölünsün T'dir. V'miz 0'dır, V0'ımız 20'dir, zamanımız da 10'dur. Eləyir mənfi 2, modulu soruşduğuna görə cavab olur müsbət 2. Olur Y variantı. 72'yə baxaq. Cismin sürət zaman qrafiki verilmişdir. Neçə saniyə ərzində cisim 100 metr yol gedər. Gəlin belə eləyək. Bu qrafikə əsasən, baxın, buranı bir T götürək. Deməli,
mənə deyir ki, neçə saniyə ərzində 100 metr yol gedər. Deməli, baxın, bu ümumi hissə bizə nə qədər verməlidir? 100 metr verməlidir. Onda gəlin belə eləyək. Bu düzbucaqlı trapesiyadır. Düzbucaqlı trapesiyanın sahəsini tapaq. Deməli, aşağı oturacaq T-dir. Deməli, bura bir T, oturacağa bir T desək, S bərabərdir. Deməli, T üstə gəlinsin. Bu aralığı isə, bu digər oturacaq isə T ilə 5-in arasındadır. Yəni, T çıxılsın 5, böl 2, vurulsun. Hündürlüyü isə görürsünüz ki, 20-dir. Vurulsun 20. Deməli, bu ifadə bərabər olmalıdır 100-ə. Çünki bizə deyir 100 metr yol gedir. Onda bu mötərizənin içərisini açsam, 2T çıxılsın 5, böl 2, vur 20, bərabərdir 100-ə. Bunlar ixtisar getsə, qalır 2T minus 5 bərabərdir 10, 2T bərabərdir 15, T bərabərdir 7,5. Deməli, bizim cisim 7,5 saniyə ərzində 100 metr yol gedir. 73-ə baxaq. 73-də isə bizə deyir ki, hərəkət, daha doğrusu sükunət vəziyyətindən hərəkətə başlayan düz xəttli bərabər təcilli cisim 1-ci saniyədə SX yer dəyişməsi icra edirsə, 4-cü saniyədə nə qədər yer dəyişmə icra edər? Biz bilirik ki, sükunət vəziyyətindən hərəkətə başlayan cisim, deməli, hər bir saniyədən bir, hər növbəti saniyədə, deməli, 1-ci saniyədə SX, 2-ci saniyədə 3SX, sonra 5SX, sonra isə 4-cü saniyədə 7SX qədər yol getmiş olur. Deməli, məndən soruşur 4-cü saniyədə cisim nə qədər yol gedər? 7SX qədər yol getmiş olacaq. Olur D variantı. Bu ancaq sükunət vəziyyətindən bərabər təcillə hərəkət edən, yəni yeyinləşən hərəkət edən cisim üçün keçərlidir. 74-də baxırıq. 74-də bizə deyir ki, iki cisim sükunət vəziyyətindən A1 və A2 təcilləri ilə hərəkətə başlayır. Eyni yer dəyişmədə onların aldıqları sürətlərin nisbəti nəyə bərabərdir? Deməli, cisim sükunət vəziyyətindən hərəkətə başlayır. Onda bizim cismin etdiyi yer dəyişmə S bərabərdir V kvadratı bölünsün 2A ifadəsindən təyin olunacaq. Eyni yer dəyişmə deyirsə, deməli, S-lər sabitdir. Onda V ilə A, V-nin kvadratı ilə A daha doğrusu düz mütənasibdir. Onda mən yazıram V2 bölünsün V1 kvadratlarını yazaq hətta bərabərdir A2 bölünsün A1-ə. Buradan V2 bölünsün V1-i tapsam, bura düşür kökə. A2 bölünsün A1. O da bərabərdir. Kökün altında A2 4A'dır. A1-imiz isə A'dır. Kök altı 4, o da eləyir 2. Deməli, nisbətimiz olacaq 2-yə bərabər. 75-ə baxaq. İki cisim sükunət vəziyyətindən, deməli, A1 və A2 təcillərlə hərəkətə başlayır. Eyni sürət alana qədər sərf etdikləri zamanların nisbətini müəyyənləşdirin. Deməli, bunların sürətləri eyni olmalıdır. Az öncəki məsələdə yer dəyişməni eyni verirdi. İndi isə bizə verir ki, sürətlər eyni olsun. Deməli, sükunət vəziyyətindən hərəkətə başlayıb. Onda bu deməkdir ki, V bərabərdir. V0 plus AT-yə əsasən V0-mız 0-a gedirsə, onda V bərabər olur, A vurulsun T. Eyni sürət alırsa V-lər bərabərdir. Onda A ilə T bir-birindən necə asılıdır? Tərs mütənasib asılıdır. Onda T1 bölünsün T2 bərabərdir. A2 bölünsün A1-ə. O da A2-miz A'dır, A1-imiz 2A'dır. Nisbəti bizə verir 2-də 1. Olur A variantı. 76-ya baxaq. 76-da isə deyir ki, cisim A1, A2 təcilləri ilə sükunət vəziyyətindən hərəkətə başlayır. Eyni yer dəyişməyə olarsa, onda sərf olunan zamanların nisbətlərini təyin edin. Yer dəyişmə varsa, deməli, sükunət vəziyyətindən də hərəkətə başlayıbsa, AT kvadratı bölünsün 2-dən istifadə edəcəyik. Eyni yer dəyişmə deyirsə, S-lər eynidir. Onda A ilə T kvadrat bir-birindən tərs mütənasib asılıdır. Yəni, A T-nin kvadratından tərs mütənasibdir. Onda A1-in A2-yə nisbəti, T2-nin T1-ə nisbətinin
kvadratına bərabərdir. Məndən də T2 böl T1-i soruşmur. T2 bölünsün T1 bərabərdir kökün altında A1 bölünsün A2. Kökün altında A1 A'dır. A2 də 9A'dır. A'lar ixtisar gedir, qalır. Kökdən də çıxır 3-də 1. Olur Y variantı. 77-yə baxırıq. 77-də bizə deyir ki, birinci cisim bərabər yavaşlayan, bu bərabər yavaşlayan, ikinci cisim isə yeyinləşən hərəkət edir. Onların təcillərinin proyeksiyalarının işarəsini müəyyənləşdirin. Bizə X oxunu da verib. Deməli, birinci cisim yavaşlayan hərəkət edir. Özü də fikir verin. X oxu istiqamətdə yavaşlayan hərəkət edir. Onda birinci cismin sürəti müsbətdir, təcili mənfidir yavaşlayan hərəkət edirsə. İkinci isə X oxunun əksinə hərəkət edir. Özü də yeyinləşir. X oxunun əksinə isə sürət kiçikdir 0, təcil də kiçikdir 0. Onda təcilin proyeksiyası burada mənfi olur, burada da yenə mənfi olur. Hər ikisində mənfi uyğun gəlir C variantı. 78-ə baxırıq. 78-də birinci cisim yeyinləşən, ikinci cisim isə yavaşlayan hərəkət edir. Birinci cisim yeyinləşir. Birincinin təcili, fikir verin, əks istiqamətdədir. Yəni, bunun təcili kiçikdir 0-dan. Özü də yeyinləşir. Yeyinləşirsə, sürət də kiçikdir 0-dan. İkinci isə yavaşlayır. Yavaşlayırsa, A'sı bunun kiçikdir 0. Yavaşlayırsa, V'si böyükdür 0 olmalıdır. Sürətlərin proyeksiyalarının işarəsi. Burada birincidə kiçikdir 0, ikincidə böyükdür 0. Birinci mənfi, ikinci müsbət. Uyğun gəlir D variantı. 79-a baxırıq. 79-da cismin sürətinin proyeksiyasının zamanın asılılıq qrafiki verilib. Hansı müddət ərzində cisim bərabər yeyinləşən hərəkət etmişdir? Qrafiklərə nəzər salsaq baxarıq ki, cisim 0-T1 intervalında X oxunun əksi istiqamətində düzxətli bərabər sürətli, T1-T2 intervalında X oxunun əksi istiqamətində yavaşlayan, T2-T3 intervalında X oxu istiqamətdə yeyinləşən, T3-T4 intervalında isə X oxunun istiqamətində yavaşlayan hərəkət edib. Bizə deyir ki, cisim bərabər yeyinləşsin. Yeyinləşən hərəkət də T2-T3 intervalıdır. Uyğun gəlir B variantına. 80-ci sualda deyir, sürətin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 1, 2, 3 nöqtələrində təcilin proyeksiyasının zamanın asılılıq qrafiklər, daha doğrusu proyeksiyalar arasında hansı münasibət doğrudur?